Salam uşaqlar, bugünkü dərsimiz olacaq tam ədədlərin müqayisəsi və sıralanması. Deməli, tam ədədləri müqayisə edəndə uşaqlar, ədəd oxunda bir bunu yadınızda saxlayın. Bir dəqiqə ədəd oxunu yaxınlaşdırım sizin üçün. Ədəd oxunda ədədlər soldan sağa getdikcə artır. Yadımızda saxlamalıyıq ki, natural ədədlərin hamısı mənfi ədədlərdən böyükdür. 0 mənfi ədədlərdən böyükdür. Mənfi ədədlərin öz aralarında müqayisə eləsəm uşaqlar, mənfi 9 və mənfi 8-i müqayisə eləmək istəyirəm, düzdür? Qayda olaraq deyirik ki, modulu kiçik olan böyükdür. Yəni, bunun modulu 9-dur, bunun modulu 8-dir. 8 9-dan böyükdür, belə götürə bilərik. Bir də daha asan yadda necə saxlaya bilərsiniz? Biz mənfi 9-la tutaq ki, mənfi 6-nı müqayisə eləmək istəyirik, düzdür uşaqlar. Natural ədəd olanda 9 böyükdür, 6 böyükdür. Əlbəttə ki, 9. Amma mənfi ədədlərdə 6 daha böyükdür. Deməli, mənfi ədədləri müqayisə eləyəndə soldan sağa natural tam ədədlər böyüdüyü üçün mənfi 6, mənfi 9-dan daha böyükdür. Yəni, solda yerləşən ədəd sağda yerləşən ədəddən daha kiçik olur. Gəlin, indi tapşırıqlara baxaq uşaqlar. Birinci, deyir mənfi 6 və mənfi 1. Hansı böyükdür? Mənfi 1. Bir daha deyirəm, mənfi ədədləri müqayisə eləyəndə kiçik olan həmişə digərindən böyük olur. Məsələn, 1, 6 deyil, belə baxın da. Ya gərək fikir verəsiniz ki, mənfi 6 mənfi 1-dən solda yerləşir, ona görə kiçikdir. Və ya baxıram ki, 6-dır 1-dir, mənfi olduğu üçün mənfi 1 mənfi 6-dan böyükdür. Mənfi 4 müsbət 4, müsbət ədədlər həmişə mənfidən böyükdür. 0 mənfi ədədlərdən həmişə böyükdür. İndi baxın, mənfi 7 mənfi 10, hər ikisi mənfidir, düzdür? Deməli, mənfi 7 mənfi 10-dan böyükdür. Natural ədəd mənfidən həmişə böyükdür. Natural ədəd mənfidən böyükdür. 0 mənfidən böyükdür. Natural həmişə mənfidən böyükdür. Bunları bir qayda olaraq yadımızda saxlamalıyıq. Mənfi 9 mənfi 15. Hər ikisi mənfidir, düzdür? Deməli, 9 15-dən daha böyükdür. 0 mənfidən böyükdür. Natural ədəd mənfidən böyükdür. Natural ədəd mənfidən böyükdür. Davam eləyək. 2. Demək, ədədlərini qeyd edib, müqayisə eləməmizi istəyir. Yenə uşaqlar, 0 mənfilərin hamısından dedik böyükdür. 0 və natural. Natural ədədlər 0-dan böyükdür. Natural ədəd mənfidən böyükdür. Natural ədəd mənfidən böyükdür. 4 2-dən böyükdür. 7 6-dan böyükdür. Artıq bunları bilirik. Natural ədəd mənfidən böyükdür. 2 mənfi ədəd gəldi uşaqlar. Mənfi 4, mənfi 5 hansı böyükdür? Mənfi 4. Kiçik olan daha böyükdür. Elə yadınızda saxlayın. Natural ədəd mənfidən böyükdür. Mənfi 7, mənfi 9 kiçik olan daha böyükdür. Mənfi 5, mənfi 2 natural ədəd daha böyükdür. Burada da natural ədəd böyükdür. Yenə müqayisə edin deyir. Natural ədəd mənfidən böyükdür. Natural ədəd böyükdür. 0 mənfidən böyükdür. Natural ədəd daha böyükdür. 5-də də natural ədəd 0 mənfidən böyükdür. Natural ədəd böyükdür. Natural ədəd böyükdür. Yəni, bir dənə bunu bilməklə gör, necə rahat-rahat işlədə bilir. Natural ədəd mənfidən böyükdür. Heç bunun rəqəminə belə fikir vermirəm, uşaqlar. Gəlin, baxaq. Hər ikisi mənfidir. Mənfi 8, mənfi 22. Kiçik olan daha böyükdür. Natural ədəd 25 böyükdür. 0 mənfidən böyükdür. Natural ədəd mənfidən böyükdür. Fikir verirsiniz uşaqlar, 28 və mənfi 48-nə baxıram. Baxıram, biri naturaldır, biri mənfidir. Natural daha böyükdür. Necə olur olsun, bir belə olsa mənfidən daha böyükdür. Boş xanaya yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 4 nümunə yazın. Biz biri ikisini yazsaq bəsdir. Uşaqlar, burada mənfi 5 kiçikdir. Müəyyən bir ədəd mənfi 5-dən kiçikdir. Mən bura nə yaza bilərəm? Mənfi 5-dən kiçik olacaq. Mənfi 6, mənfi 7. Kiçik ədəd daha böyük olur axı, düzdür? Orada mənfi 5, ondan böyüksə mən yazacağım. Mənfi 6, mənfi 7. Burada mənfi 3-dən böyükdür. Demək, mənfi 3-dən aşağı ədədlər yazmalıyım. Mənfi 2, mənfi 1. Bura bərabər yazaram. Və 0-dan kiçik ədəd
Mənfilərin istədiyiniz birini yaza bilərsiniz. Mənfi 15-dən böyük ədəd, deməli kiçiyini yazacağım. Mənfi 14, mənfi 13. Mənfi 17-dən kiçik ədəd olacaq mənfi 18, mənfi 19, mənfi 20. Mənfi 8-ə həm kiçik, həm bərabər. Birinci mənfi 8-in özünü yazın, bərabər deyil. Və mənfi 8 bundan böyük olması üçün mənfi 9, mənfi 10 yaza bilərəm. Elə bir ədəd yazmalıyam ki, mənfi 22-dən böyük olsun, mənfi 21. Elə ədəd yazmalıyam ki, mənfi 9-dan kiçik olsun, mənfi 10. Elə bir naturalın əksini yazırıq da uşaqlar. Belə də yadınızda saxlaya bilərsiniz. Mənfi 12-nin özünü yaza bilərəm, bərabər işarəsi var. Mənfi 12-dən kiçik olsa, mənfi 13. Mənfi 25-in özünü yaza bilərəm, bərabər işarəsi var. Mənfi 25-dən böyük olsa, mənfi 24. Mənfi 33-dən böyük, mənfi 32. Mənfi 11-dən kiçik, mənfi 12. Davam edək. Ədəd oxundan istifadə etməklə ədədləri sıralayın, artan sırayla. Ədəd oxuna ehtiyac yoxdur uşaqlar. Necə sıralayaq? Bir də böyüdək. Sıralamaq üçün biz natural ədədləri belə deyim də uşaqlar. 0 duracaq burada. Burada natural, burada da mənfi ədədlər duracaq. Düzdür. İndi mən artan sırayla demişdi, düz. Deməli, ən kiçikdən ən böyüyə doğru gedəcəm. Ən kiçik burada mənfi 6-dır. Sonra mənfi 4-dür. Sonra neçə gəlir? 2, 3, 4 və 5. Artıq naturalları, baxın, naturalları rahatlıqla sıralaya bilirəm. Düzdür, 2, 3, 4, 5. Mənfiləri sıralayanda kiçik, böyük ədədlər ən az olduğu üçün böyüyü birinci yazıram, sonra mənfi 4. Bunlarda uşaqlar bir müddət yazandan sonra, işləyəndən sonra jözdə də asan gələcək. Düzdür, indi biraz çətin ola bilər, çünki yeni keçmişsiniz. Mənfi müsbəti qarışdıra bilərsiniz. Bir müddət sonra çox asan olacaq. Baxın, birinci mənfilərə baxıram. Mənfi 8, mənfi 2, mənfi 4. Artan sıra deyirsə, ən az götürməliyim. Ən az ən böyük olacaq. Mənfi 8, sonra mənfi 4, sonra mənfi 2. Mənfilər bitdi. Sonra 1, 0, 1 və 6. Natural asandır. Davam edək. Yenə birinci mənfiyə baxaq. Mənfi 4, mənfi 7, mənfi 5. Ən böyüyü mənfi 7, sonra mənfi 5, sonra mənfi 4. Sonra 0, 1 və 2. 4-ə baxaq. Mənfi 9, mənfi 7, mənfi 2. Ən böyüyü gələcək mənfi 9, sonra mənfi 7, sonra mənfi 2. Yəni, biz burada kiçikdən böyüyə düzürük uşaqlar. Mənfilər həmişə tərs olur. Sonra 0, 1 və 5. Deyəsən, digər tapşırıq azalan sıra ilə deyir uşaqlar. 5-in digəri. Digərin azalan sıraya baxaq. Azalan sıra nə demək? Böyükdən kiçik. Deməli, biz birinci burada tamları yazmalıyıq. 5, 2 və 0. Böyükdən kiçiyə düzək. 5, 2, 0. Azalan sırayla yazmalıyam. Sonra mənfi 5, mənfi 6, mənfi 8. Bura baxıram. Birinci naturallar 1, 3 və 4. Azalan sıra 4, 3, 1. 0 yoxdur. Mənfi 2, mənfi 5 və mənfi 7. Deməli, azalan sırayla düzsəm 5, 1, 0. Sonra gələcək mənfi 6, mənfi, azalan sıra bir dəqiqə, mənfi 1, mənfi 3 və mənfi 6. Deməli, 4, 0, sonra mənfi 1, mənfi 3, mənfi 6 və mənfi 8. Mənfiləri böyükdən kiçiyə doğru. Yenə artan sıra ilə istəyir uşaqlar. 6-nın birincisinə baxın. Yəni, kiçikdən böyüyə doğru düzəcəm. Ən kiçiyimiz burada hansıdır? Mənfi 37. Sonra mənfi 21. Sonra 0.
sonra 38, sonra 45. İkinciyə baxaq. Kiçikdən böyüyə doğru düzürük. Ən kiçiyimiz mənfi 50, sonra mənfi 25, sonra mənfi 13, sonra 4, sonra 8. Üçüncüyə baxırıq. Ən kiçiyi mənfi 42, sonra mənfi 32, mənfi 16, sonra 9, sonra da 25. Dördüncü. Ən kiçiyi mənfi 33, sonra mənfi 12, sonra mənfi 5, sonra 31, sonra da 40. İndi azalan sırayla düzək, yəni böyükdən kiçiyə doğru düzülür uşaqlar. Ən böyüyü olar 28, sonra 2. Sonra mənfi 27, mənfi 30 və mənfi 44. Böyükdən kiçiyə doğru gedək. Ən böyüyü uşaqlar olar 18, sonra 6. İndi mənfilərdən ən böyüyü mənfi 3, mənfi 15 və mənfi 46. Üçüncü. Tam ədədlərdən ən böyüyü 20, sonra da 5. Mənfilərdən ən böyüyü mənfi 8, sonra mənfi 22, sonra mənfi 40. Deməli, ən böyüyü 33, sonra 7, sonra 3, sonra mənfi 48, sonra da mənfi 35, sonra mənfi 48. Digər suala baxaq uşaqlar. Aşağıdakı ədədlərdən kiçik olan ən böyük tam ədədi yaz. 13-dən kiçik olan ən böyük ədəd 14-dür. 14. 48-dən kiçik 47-dir. Mənfi 55-dən kiçik mənfi 56-dır. 102-dən kiçik, 103-dən kiçik 102-dir. Mənfi 128-dən kiçik mənfi 129-dur. Mənfi 212-dən kiçik mənfi 213-dür. Mənfi 18-dən kiçik mənfi 19-dur. 0-dan kiçik mənfi 1. 33-dən kiçik 32. Mənfi 44-dən kiçik mənfi 45. 21-dən kiçik 20. Mənfi 17-dən kiçik mənfi 18. Natural ədədlərin kiçiyini rahat bilirəm. Mənfi ədədlərin kiçiyini yazanda ondan böyüyünü götürürüz. Mənfi 17 deyil, mənfi 18 yazılır. Böyüyü də nə mənada? Modul olaraq, yəni rəqəm olaraq 18 olaraq böyük. Ha, mənfi 18, mənfi 17-dən kiçikdir. İndi deyir aşağıdakı ədədlərdən böyük ən kiçik tam ədədiyiz. 28-dən böyük 29, mənfi 67, 40, mənfi 104, mənfi 55, 15, mənfi 214. Böyük istəyirsə mənfilərdən bir vahid az götürəcəyik. 256, mənfi 404. 145, mənfi 521, mənfi 610. Davam ediyor uşaqlar. Ədəd oxuna istifadə etməklə boş xanaya uyğun tam ədədləri müəyyən eləyin. Mənfi 5 ilə 4-ün arasında nə ola bilər uşaqlar? Buradan yazaq da, bir qoyaq. Nə ola bilər? Mənfi 4-dən ta ki 3-ə qədər istədiyin ədəd yerləşir. 2-dən. Mənfi 8 ilə mənfi 3-ün arasında nə yerləşə bilər uşaqlar? Mənfi 7, mənfi 6, mənfi 5 və mənfi 4. Mənfi 4 ilə 4-ün arasında nə ola bilər? Mənfi 3-dən müsbət 3-ə qədər bütün ədədlər. Mənfi 7 ilə 0-ın arasında nə ola bilər? Mənfi 6-dan mənfi 1-ə qədər bütün ədədlər. Yəni mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3
mənfi 2 və mənfi 1. 5-ci, mənfi 5 ilə 4 arasında mənfi 4-dən 3-ə qədər bütün ədədlər. 6. Mənfi 9 ilə mənfi 1-in arasında mənfi 8-dən ta ki mənfi 2-yə qədər bütün ədədlər. 7-yə baxaq. 7-də mənfi 8 ilə mənfi 1-in arasında mənfi 7-dən mənfi 2-yə qədər bütün ədədlər. Mənfi 6 ilə 6-nın arasında yerləşər mənfi 5-dən müsbət 5-ə qədər bütün ədədlər. 9-da mənfi 9 ilə 1-in arasında mənfi 8-dən 0-a qədər. Mənfi 2 ilə 5-dən mənfi 1-dən ta ki 4-ə qədər bütün ədədlər ola bilər. Devam ediyor uşaqlar. Boş xananın yerinə hansı tam ədədlər ola bilər? Hər birinə aid 5 ədəd yazın. Yenə mənfi 18 ilə mənfi 18 ilə müsbət 9-un arasında mənfi 17-dən müsbət 8-ə qədər istənilən ədədi qoya bilərsiniz. Natural desə 1-dən 8-ə qədər mənə deyir tam ədəd. Mənfi 35 ilə mənfi 20-nin arasında mənfi 34-dən mənfi 21-ə qədər. Mənfi 21-ə qədər istənilən ədədlər qoyula bilər. Mənfi 5-dən 30-a qədər, mənfi 4-dən 29-a qədər istənilən ədəd yazıla bilər. Burada mənfi 9-dan müsbət 9-a qədər istənilən ədəd. Burada mənfi 42-dən 7-yə qədər. Burada mənfi 14-dən 9-a qədər. Burada mənfi 18-dən mənfi 1-ə qədər istənilən ədəd yazıla bilər. Burada mənfi 2-dən 19-a qədər. Sonra 11. Verilmiş ədədlər arasında yerləşən bütün tam ədədləri yazın. Mənfi 10 ilə 2-nin arasında mənfi 9-dan 1-ə qədər bütün tam ədədlər yerləşir. Mənfi 4-dən müsbət 5-ə qədər. Mənfi 6-dan mənfi 1-ə qədər. Mənfi 7-dən mənfi 3-ə kimi. Mənfi 2-dən 6-ya qədər. Mənfi 4-dən müsbət 4-ə qədər. Mənfi 8-dən mənfi 4-ə qədər. Devam edeyim. Burada mənfi 11-dən mənfi bir dəqiqə uşaqlar. Aha, deməli, mənfi 11-dən mənfi 6-ya qədər istənilən ədəd yaza bilərik. Burada mənfi 24-dən mənfi 19-a qədər istənilən ədəd yaza bilərik. Burada mənfi 29-dan mənfi 21-ə qədər istənilən ədədi yaza bilərik. Sonra 12. Verilmiş ədədlər arasında yerləşən yenə mənfi tam ədədləri yazın deyir. Bir dəqiqə 11-in sualına baxmadıq uşaqlar. 11-də nə istəyirdi? Bütün tam ədədlər. Hə, indi mənfilər istəyir. Burada hansı mənfilər yerləşə bilər uşaqlar? Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. Yəni mənfi 6-dan mənfi 1-ə qədər. Burada mənfi 2, mənfi 1. Burada mənfi 5-dən mənfi 1-ə qədər. Burada mənfi 4-dən mənfi 1-ə qədər. Mənfi 9-dan mənfi 1-ə qədər. Yəni mənfi 1 də daxildə uşaqlar. Mənfi 7-dən mənfi 1. Mənfi 8-dən mənfi 1-ə qədər. Mənfi 3, mənfi 2 və mənfi 1. Mənfi 2 və mənfi 1. Mənfi 4-dən mənfi 1-ə kimi. Mənfi tam ədəd dediyi üçün natural desəydi hamısını yazardı. Ən kiçiyi 13-ə baxaq. Ən kiçiyi mənfi 2 olan 5 ardıcıl tam ədəd yaz. 1, 2, 3, 4, 5. Ən kiçiyi mənfi 2-dir. Düzdür. Sonra necə yazır uşaqlar? Mənfi 3, mənfi 4,
Ən kiçiyi. Bir qələmi dəyişim. Ən kiçiyi -2-dirsə, bura olacaq -1, 0, 1 və 2. Düzdür? 5 ardıcıl tam ədəd deyirsə, ən azını -2, sonra -1, sonra 0, sonra 2, elə bir 2-dən -2-yə qədər yendiribdir. Ən böyüyü 2 olan 5 ardıcıl tam ədədi yazın. Ən böyüyü 2-dirsə, sonra 1, sonra 0, sonra -1, -2, eyni şey olacaqdır uşaqlar. Ən kiçik -2 olanda 5 ardıcıl tam ədəd, ən böyük 2 olan 5 ardıcıl tam ədəd, hər ikisi eynidir. 14. Ədəd oxununda digər nöqtələrindən nöqtəsi neçə vahid sağda və ya solda yerləşdiyini müəyyən edin. A durub 2-də 3, 4, 5, 6, -2, -3, -4, -5, -6, -7, -8. Deməli, C A nöqtəsindən 4-dən 2-sini çıxsam, böyükdən kiçiyi çıxaraq tapırıq uşaqlar. 2 vahid sağda. E 6-dan 2-sini çıxıram, 4 addım sağda. N uşaqlar, baxın, indi gəlin N-yi tapaq. Deyir 2-dən neçə vahid sağdadır? 2-dən çıxıram -2-sini. 2 mənfi bizə nə verir? Müsbət. 2 plus 2, cavab 4. Baxın. 1, 2, 3, 4 addım. Bunu desə, 2-dən -3-ü çıxsam, müsbət 5, 5 addım. 2-dən -6-sını çıxsam, baxın, 2 çıx, -6. Biz axı bilirik, 2 mənfi bizə müsbət verir. Bunu 2 plus 6 yaza bilərəm də. Cavab 8. M-dan 2 çıx, -8 olacaq. Bu da eləyər 10. Davam eləyək. Rəvanənin fikrində tutduğu ədəd -11-dən kiçik, ən böyük tam ədəd. -11-dən kiçik, ən böyük tam ədəd -12-dir. Sərxanın fikrində tutduğu ədəd isə -15-dən böyük, -14 olacaq. Ən kiçik tam ədədir. Kimin fikrində tutduğu ədəd daha böyükdür? -12 böyükdür, -14 böyükdür. Əlbəttə ki, -12. 16. Cədvəldə bəzi dənizlərin dəniz səviyyəsinə dərinliklər verilib. Ən dərin dəniz hansıdır? Yəni, ən böyüyü. Hansı ən böyükdür uşaqlar? Bu. Qırmızı. -3040. Hansı dənizlər Banqa dənizindən dərindir? Banqa dənizi -1740-dır. Deyir, yəni bunlardan hansı -1740-dan böyükdür? Sarqas və Qırmızı dəniz. Hansı dəniz dərinliyinə görə Banqa və Mərcan dənizlərinin arasında yerləşir? Banqa ilə Mərcanın arasında, yəni 9179-dan 7440-ın arasında yerləşir. 7686 Karib dənizi. Karib dənizi də bu iki dənizin arasında yerləşir. Deməli, bugünkü dərsimizdə bu qədər uşaqlar. Müqayisəyə diqqətlə fikir verin. Ədəd oxununda bir qayda olaraq yadımızda saxlayırıq. Soldan sağa doğru getdikcə qiymət böyüyür. Yəni, sağdakı ədəd soldakı ədəddən həmişə böyükdür. Natural ədədlər mənfilərdən böyükdür. 0 mənfi ədədlərdən böyükdür. Natural ədədlər də 0-dan böyükdür. Sağ olun uşaqlar.